Biz avarların midik, sizlərin isə qoz halvası dediğiniz için yaxın hazırlanmanı göstərirəm. Adından da belli olduğu kimi əlbəttə Zaqatala zonasının ən çox hazırlanan şirniyyatlardan birisidir. Çox sadə hazırlanır. Qoz ləpəsini qovurub rəngi dəyişəndə üzərinə bəkməz əlavə edirsiniz. Bəkməzi biz adətən xurmadan hazırlayırıq. Bunlar hamısı qarışdıqdan sonra göstərilmiş formanı veririk. Biz buna isti servis olunur bəzən. Mən özüm şəxsən çox soyuq olanda xoşlayıram. Belə kubik şəklində qalanda şəkər oxşuyur. Çay yanında çox möhtəşəm olur. Hətta səhərlər işə getməzdə və yeməkdə ləzzətli olur. Nuş olsun. Atanın aslan oğlu evə gəlir deyə aslan payı ət hazırlamağa qərar verdim. Ət kimi tavanın da ən yaxşısını istifadə etməliydim. Seçim Seven Space'dən aldığım tefal təvəddası oldu. Təhlükəsiz və sağlam bişirmək üçün titanium təbəqəli yapışmaz örtükdən hazırlanıb. Ortasında olan termosiqnalda tava tam istənilən rəngində isə və artıq bişirməyə hazır olduğunu göstərir. Bunun digər əsas özelliklərindən biri də qulparının çıxması və sobada asanlıqla istifadə edilə bilməsidir. Siz daha çox çeşidlər və modellər baxmaq istəyirsinizsə Seven Space mağazalarına yaxınlaşa bilərsiniz. Bu videonu hazırladığım ət üçün nə lazımdırsa hamısını açıqlamada tək qeyd edəcəm. Siz onu oradan baxıb çox rahat hazırlaya bilərsiniz. Rahat, faydalı və ləzzətli bir dənə yeməkdir. Hazırlayacaq olanlara nuş olsun. Bu arada ət yağlı deyilsə bol kərəyə əlavə etməkdən çəkinməyin. İçərisinə əhəng qatılan, bir ay hazır olan mürəbbəni, yəni qoz mürəbbəsini hazırlayıram mən. Bizim zonamızda bu çox hazırlanır. Qozlar çox iriləşmədən götürülür, üzəri soyulur. Vaxtı keçən qozların içərisi qara, tam vaxtı olan isə belə göstərin ki, ağ olur, sıxanda içindən suyu çıxır. Bu qozlar qabığını soyduqdan sonra hər gün suyunu dəyişməli bir həftə suda saxlayırıq. Sonra əhəngi belə suda həll etdikdən sonra əhəngi atırsınız, içində parçalanır, hətta qaynamağa başlayır. Həmən suyu bu qozun üzərinə əlavə edirik və durmadan qarışdırırıq. Bu suda minimal 4 gün qalmalıdır ki, tərkibinin o acılı heç olmasa biraz da çıxsın. Biz bunu durmadan qarışdırmalıyıq. Burada suyunu dəyişmirik. Əhəngi sudan götürəndən sonra, yəni 4 gündən sonra qozu götürürük. Hər gün suyu təkrar dəyişirik. Bunu deşirik içərisində o acılığı çıxsın. Bu hamısını hər tərəfindən ən az bir 10-15 dənə deşik açmaq lazımdır. Onları çıxarandan sonra bir həftəyə yaxın da elə qalır. Artıq suyun rəngi dəyişməməlidir. 3 dəfə normal qaynadılıb suyu atıldıqdan sonra zəyə əlavə edib 2 dəfə də elə qaynatmaq lazımdır. Hər kiloqrama kiloqram yarım şəkər tozu əlavə edib qaynadırıq. Tam qaynayandan sonra gözləyirik, tam soyuyur. Sonraki günü təzədən bir dənə də bişiririk. Bişirəndən sonra artıq mətə düşür, rəngi açılıbsa deməli hazırdır. Sizcə bu neçə günə başa gəldi? Balıdan hazırlanan ən ləzzətli şeylərdən birisi nici, yəni ispiri adıyla tanıdığınız şeyin hazırlanmağıdır. Çox maraqlıdır və rahat da hazırlanmağı var. Kebab otu, sarımsaq, vişnə əlavə olunub hazırlanır. Biz tərəflərdə vişnəyə balı deyirlər. Balının çörəklərini çıxarandan sonra duz, sarımsaq, bir də kebab otu əlavə edib qarışdırırsınız, bankaya dolub qaynadırsınız. Ağzını bərk balığı qoyursuz qıraqda. Nuş olsun. Çox sadə sual ola bilər ki, səhər tezdən ayamına sən burada nə edirsən? Cavabı da sadədir, sarımsaq çıxarıram. Uşaqlar məktəbə gedir, atan da bu vaxtda hazırlaşıb traktoru xodlayıb, gedir öz üçün dalınca Zerkalin nömrəsi olan traktoru ilə. Mən də bu arada direktdə sarımsağı çıxarmağa davam edirəm. Sarımsağı biz bir bala çox əkmişik, çünki bizim yeməklərin demək olar hamısının yanında sarımsaq möhtəşəm olur. Sarımsaq çıxaranda üstündə bəzən bonuslar da ola bilir. Bu bonuslar nədir? Videoda gördüyünüz kimi, amma siz də adına baxmayın. Sarımsaq hamısını yığışdırıb ayıram arabaya. Onu daşırıq, sonra üstünü hamısını təmizləyəcəyik, tərtəmiz yuyub ağ qapaq sarımsağı saxlayacağıq. Biz bunu qış boyu, hətta bütün il boyu istifadə edə biləcəyik. Gələn əkəndə də həmən sarımsaqlardan istifadə edirik. Çox faydalı bir bitkidir. Hamınıza yeməyi tövsiyə edirəm. İyini fikir verməyin. Bizim toyuqları da buradan əhv eləyib hamısını buraxıram. Qazlara da bir dənə salam verib sizinlə sağollaşıram. Yaxşı qarpız seçmək üçün 4 dənə variant göstərirəm mən sizə. Birinci, bu yaşıl xəttlər bu ağlardan qalın olmalıdır. Qabağında bu yumru yeri bu qədər böyük olmalıdır, balaca yox. Dişi qarpız. Plus, üzərində belə sarı ləkəsi olan daha yaxşıdır. Dördüncü də daha az önəmli olan məqamda saplağı yaşlı olmalıdır. Gəlin kəsib yoxlayaq.
Çay ver bana. Çok içi olur. Tomat da biraz daha. Sizə xırta-xırt badımcanın reseptini verəm, yazın bir qırağa lazım olar. Badımcanları təmizləyib duzlu suda biraz gözlədiniz. Kraxmalda yaxşı belə gəzdirib qaynar yağ atıb qızardınız. Bunu artıq 10-15 dəqiqə qızarır. Pomidorlar qəşəng doğrayırsınız, bunu səliqəli qabını soysanız daha yaxşıdır. Sosun açıqlamalarını yazacağam. Mütləq bu sosdan istifadə edin. Çox ləzzətli aldır. Pomidorları aşağıdan göstərdiyim formada gözəl düzürsünüz. Burada estetik olmağı çox önəmlidir. Belə sosu bol-bol gəzdirin, əsirgəməyin qətiyyən. Qızaran badımcaları ortadan düzürsünüz. Üzərinə təzədən bol-boluna sos gəzdirəcəyik. Biz bunun sosu qətiyyən əskiyə eləməyin. Ən sonra üzərinə bir dənə gözəl küncüt səpiri, çox ləzzətli də alınır. Ləzzəti qədər elə görüntüsü də möhtəşəm. Çox ləzzətli, çox xırçıltılı, çox dadlı və çox asan bir dənə resepti. Hazırlamağı yaddan çıxartmayın. Hazırlamaq üçün də videomu mütləq save edin. Nuş olsun. Qabağımda 4 kaset şaftalı fikirləşirin görümündə nə hazırlama olar, mürəbbə ilə kompot hazırlamağa qərar verdim. Mürəbbəlik olan şaftalıları üzərini soyub içəridən çörəklərini çıxardıram. Ortadan 2 yerə bölürəm, çox bölmürəm ki, sonra bu bişəndə onsuz balacalaşacaq. Çevrəyə çürük şaftalını tanımaq üçün onun saplaq yana baxmaq lazımdır. Orada əgər boşluq, qaraltı varsa, onu 100% çevrəyə çürüyüb deməli. Yaşıl və tam olanlarını istifadə edin. Bu kompota da mürəbbədə keçərlidir. Amma mürəbbədəsini biz onun üstünü soyuruq, ona görə çox da önəmli deyil. Hər banka 2 stəkan yarım şəkər tozu, üzərinə qaynayan su əlavə edirsiniz. Kompotun hazırlamağı qismə rahatdır. Mürəbbəsi biraz çətin onun. Hər kiloqrama 1 stəkan su, 1 kiloqrama şəkər tozu əlavə edirsiniz. Birinci şərbəti hazırlayırsınız. Sonra şərbətin içində bir dəfə qaynayan sonra söndürüb, sonra təkrar bir dənə qaynadırsınız. Üzərinə limon əlavə edirsiniz və sizin mürəbbəniz artıq hazırdır. Qışa biz ponla hazırıq. Qonaq gəlmək istəyən olsa qəbul edə bilərik.